Hər birinizi salamlayıram dəyərli müştərilərimiz. Bu günləri sizə məktəb sezonu yaxınlaşır deyə məktəbli bantiklərində, ümumiyyətlə digər bütün tədbirlər üçün bantiklərdə istifadə edə biləcəyiniz lentləri və digər aksesuarları göstərirəm. Məhsulları, qiymətlərini şərh bölməsində yazaraq öyrənə bilərsiniz və yaxud da ki, nömrəmizdə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Mağazamız Sədərək Ticarət Mərkəzi Şirniyyat sıra 6 mağaza 30-da yerləşir. Mağazamızın adı Aypara aksesuardır. İndi baxın, sizə birinci ilk növbədə göstərirəm. Bu ən çox məktəbli sezonunda məktəb bantiklərində istifadə olunandır. Formaların rənglərinə uyğun olaraq. Baxın, mavi rəngdədir, 4 sm repsidir. Kənarı həm belə qızılı rəngdə, həm də gümüşü rəngdə var. Eni 4 sm-dir. Topu 25 yarddır. Və xatırladım ki, bu lentlərimizin heç birinin ölçülərini azaltmamışıq. Bir lent var, onun eni azdır, uzunluğu daha doğrusu azdır. Onu da sizə qeyd edəcəm. Yəni o bizdən asılı bir şeydir. Qalanların hamısı 25 yarddır. Yəni təxminən 22-15 metr olur. Keyfiyyətindən də ki, yəni söz ola bilməz. Yəni ondan axıra bilərsiniz. Baxın, bu mavi, həm qızılı, həm də gümüşü kənarla, zərlərlə. Sonra ağ rəngi. Ağ rəngidə həmçinin ikisi var. Həm qızılı kənarla, həm də gümüşü kənarlı ilə. Baxın bu formada. Ondan sonra boz rəngi var. Bu da ən çox istifadə olunan rəngdir. Boz rəngin kənarı ancaq qızılı var. Yəni bunun gümüşsü ona görə yoxdur ki, gümüşü lentdə vurulduqda bu bilinməyəcəkdir. Ona görə də boz rəngin ancaq gümüşsü var. Sonra həmin repslərin kənarı zərsiz olan. Baxın, bunu da xatırladıram. Bir topunda 25 yarddır, yəni 23-15 metr. Hamısı da orijinal ölçülər. Heç biri azaltmayıb, keyfiyyətinə də söz ola bilməz. Rəngləri də baxın. Küdrön, göy rəngdə, qırmızı, açıq rozvu, boz, yaşıl, mavi, qara və ağ. Burada məsəl üçün göy, qırmızı, yaşıl əsasən 8 noyabr, 27 sentyabr tədbirlərində falan istifadə olunur bayraq çəkmək üçün. Qara da həmçinin 8 noyabr tədbirində bunun üzərindən 2.5 sm enliyində hərbi lent gedir. Onda istifadə olunur. Sonra atlas lentlərimiz də var belə. Yəni bunların rəng seçdi haqqında o qədər göstərmirəm. Yəni bunlar o qədər istifadə olunmur məktəbli bantiklərində. Az istifadə olunur. Əsasən ağ rəngi falan istifadə olunur. Bunlar da var. Sonra baxın, ən çox istifadə olunan model. Bu əslində çox istifadə olunan dediyim, yəni bu belə deyim də sizə, hər sezon işləmir də. Bunun müəyyən bir bəzən olur. Bəzi məktəb sezonlarında olur, bəzən də olmur, bəzən son zəngdə olur. Baxın belə, eni 4 sm-dir. Bu formada. Bunun üzəri xamilyonda olur, amma ən əsas işləyən bu formada xamilyonsuzdur. Bu formada belə topdadır. Bunun topunda isə 10 yarddır. Təxminən 9 metr yarım falan. 9-10 metr yarası olur da bunun topunda. Yəni bu məhsulların hər birindən kifayət qədər mağazamızda mövcuddur. Yaxınlaşıb əldə edə bilərsiniz. Ondan sonra baxın hərbi lent. Bunların da həm 2.5 sm enliyində, həm də ki 4 sm enliyində var. Yenə təkrar bunu da deyirəm. Bunun topunda 22.5 metrdir. Keyfiyyəti və rəngi də superdir. Yəni videoda bilmirəm, yaxşı düşər, pis düşər, amma rəngi, keyfiyyəti yəni superdir. Yəni bəzən gedib 1 manat, 2 manat ucuzuna alıb həmin istədiyimiz bantik yaxşı olmur. Çünki onu sifariş edən müştəri də istəyir yaxşısı olsun. Yəni buna görə də xüsusilə bu lentlərdə diqqət edirik yaxşı olmağına görə. Yəni bir məsəl üçün deyim sizə. Mən bahalığın ucuzluğunu deyə bilmərəm. Məsəl üçün bu lap başqa yerdə olsun. 1 manat bahasını alsaz belə, yəni ondan qorxmayın da. Yəni bundan da yaxşısını tapsaz, bundan 1-2 manat da baha olsa alın. Yəni nə qədər belə lentləri yaxşı olsa, bir o qədər yaxşıdır ki, yəni onun metrinin üstünə, bir bantikin üstünə topun 1 manat baha alsaz, heç 10 qəpik, 20 qəpik gəlmir, amma sizin məhsulunuz kifayət qədər möhtəşəm alınır. Baxın, həm 2,5-lıq, həm 4 sm-lik var. Bu da xüsusilə 8 noyabr tədbirlərində istifadə olunur. Baxın, bayaq dediyim kimi, belə bu formada vururlar üstünə. İndi burada belə yaxşı alınmır. Kənarlarından qara gedir, üstündən belə hərbi lent. Sonra 1 sm-lik atlas lentlər var. Baxın, rəngləri sizə göstərirəm.
Sonra baxın bu rənglər də mövcuddur. Bunlar hamısı 1 sm enindədir. Sonra 1 sm enində reps lentlərdir. Bunun da sırf ancaq bayraq üçün vurmuşuq. Göydür, qırmızıdır, yaşıldır. Bu formada. Bunun da həmçinin topunda, bir balaca topunda 22.5 metr, yəni 25 yarddır. Rəngləri də ki, baxın, sırf bayraq üçündür. Sonra baxın, belə bu formada 1 sm enliyində yaşıl, bardov və qırmızı rəngdə üstü belə zamuş kimi lent var. Üstü zamuş kimidir. Bunlar əslində yeni ildə istifadə olunur. Onun həmin zamuş lentin bardovu və tünd yaşıl rəngi var. 4 sm-lik də var. Belə 5 sm-lik də var. Keçən il bizdə 5 sm yox idi. Bu il xüsusilə 5 sm-liyi gətirdik. Şəkildə biraz açıq düşür, amma bardov rəngdədir. Sonra kənarı baxın, belə olan lent var. Bunun təəssüf ki, mavi rəngi yoxdur. Bu da məktəbli bantiklərində xüsusilə çox istifadə olunur. Sonra baxın, belə orqanza kəpənəklərdir. Hal-hazırda ağ rəngi yoxdur, amma təxminən bir həftəyə 10 günə gələcək. Yəni avqust ayının ortasına qədər mağazamızda inşallah ağ rəngi də olacaq. Bitib çünki hal-hazırda. Bunun bir 10 dənə rəngi mövcuddur. Sonra belə orqanza 2.5 sm enliyində lent var. Bunun həmçinin baxın, rozov rəngdə, ağ rəngdə, mavi rəngdə və qırmızı rəngi mövcuddur. Sonra üzərində belə Happy Birthday yazılan lentlər var. Hədiyyə bağlamaq üçün də əsas bunlar. Sonra belə bu da 2.5 sm enliyindədir. Bunların topunda 100 yard, 95 metr də təxminən. Bunları da yəni 10 metr, 20 metr şəklində veririk. Sonra baxın, utkaların ən çox işləyən iki ölçüsü mövcuddur mağazamızda. Həm 7.6 sm, həm də 5.6 sm. Bu da bantiklərdə xüsusilə çox əsas istifadə olunan bunlardır. Bantikin arxası üçün rezinlər də var, amma hal-hazırda bitib. O da bir həftəyə 10 günə olacaq. Sonra belə bu ay ulduz var. Baxın, bu ay ulduzun keçən il nisbətən baha idi. Bu il mümkün qədər münasib qiymət etməyə çalışırıq. Yəni mağazamızda kifayət qədər mövcuddur. Yəni bunda sayı nə qədər çox olsa, biri o qədər ucuz verilir. Məsələn, 1000 dənəlik paçkalarımız da var. Həmin paçkalarda da alan olsa, kifayət qədər ucuz verə bilirik. Sonra baxın, iki cür belə bağlama var. Bu biri belədir, baxın. Biri də ki, bu formadır. Bu da ən çox işlənilən modellərdəndir. Böyük ölçüsüdür, baxın. Yəni bütün məhsullar mağazamızda var, yaxınlaşıb əldə edə bilərsiniz. Təkrar xatırladıram, mağazamız Sədrək Ticarət Mərkəzində yerləşir. Şirniyyat bazarı sıra 6, mağaza 30.